mətbuat konferansımız davam edir. Öncə Qurban müəllim fikirlərini bildirsin, daha sonra suallar. Salam Mərdan, axşamınız xeyir olsun. İlk öncə futbolçularımı təbrik edirəm. Düzdür, biraz gərginlik var idi, istərsiniz yorğunçuluq var idi, amma buna baxmayaraq sona kimi çox təmkinli bir oyun keçirdilər və rəqibin səhv eləməsini gözlədilər. Və sonunda şükürlər olsun Allah bundan istifadə edə bildik. Və Elmara komandasına uğurlar arzulayıram. Əlbəttə ki, hazırlıqlarını təşəkkür edirəm. Burada ilk öncə rəqibin oyunu dəyərləndirmək lazımdır. İstər-istəməz biz 1-0 geridə idik və rəqib çox düzgün, çox ağıllı müdafiə olunurdu və əks hücumlara hazırlaşırdı və bunun da bir neçə ilk hissədə bir neçə rəqibin qol epizodu oldu, hansı ki, əks hücumu bizi yaxalaya bildi. Ümumən bizim hazırlığımız da bunun üzərinə getmişdi. Və topsuz çox yaxşı təzyiq edirlər oyuncularımıza. İstər-istəməz biraz ilk hissədə topçular daha çox oldu, hansı ki, rəqib daha aktiv idi. İkinci hissədə biz biraz təzyiq qaldırdıq, rəqibin texnik aşağı düşdü və istər-istəməz bundan istifadə elədik. Və həmişə demişəm ki, kubok oyunları çempionat oyunlarından tam fərqlidir və burada komandalar biraz fərqli yanaşırlar bu turnirlərə və ələlxüsusda Avropa kuboklarda iştirak etmə hüququ olanda, hansı kubok əldə edəndə istər-istəməz digər komandalar daha diqqətli olurlar, daha aqressiv olurlar və biz bugün də bunu şahid olduq. Və belə, yəni bu normaldır. Biz belə oyunlara, ümumiyyətcə bu cür hissələrə, ilk hissə belə, ikinci hissə fərqli oyun üslubuna biz daima hazır olmalıyıq.